Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Temperatur gecə 11-14, gündüz 17-22 dərəcə isti, atmosfer təzyiqi isə 757 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Temperatur 13-15 dərəcə isti olacaq. Sabah Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir, lakin gündüz dağlıq ərazilərdə, axşam isə bəzi şimal və qərb rayonlarında arabir yağış, şimşək ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olacaq, dolu düşəcək. Bəzi yerlərdə duman ehtimalı var, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 8-13, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.